İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə, isti atmosfer təzyiqi isə 757 mm civə sütunu təşkil edəcək. Sabah Naxçıvanda da yağıntı ehtimalı yoxdur. Havanın temperaturu 33-36 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında iyulun 13-də yağıntı gözlənilmir, lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, dolu düşəcəyi, şimşək çaxacağı, gecə və səhər dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 22-27, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 23-28, bəzi yerlərdə isə 32-35 dərəcəyə qədər isti ehtimalı var. Milli Hidrometeorologiya Xidməti eyni zamanda çimərliklərdə gözlənilən hava şəraitini açıqlayıb. Bildirilib ki, Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağın, Nardanan, Bilgə, Zaqulbada 24-25 dərəcə, cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıxda isə 26 dərəcə olacaq.